Evladınızın boyu yaxşı uzansın və boyu balaca qalmasın istəyirsinizsə, bu vitamin və mineralları ona içirin. Əgər əksikliyi varsa, D vitamini mütləq 2 yaşa qədər, həmçinin dəmir, mikroelement kimi əksiklik olarsa böyümə inkişaf probleminə səbəb ola bilər. Kalsium əksikliyi varsa uşaqda sümükləşmə və boy artma problemlərinə səbəb ola bilər. Uşağınızda tiroid problemi varsa, tiroid problemi önəmli fiziki inkişaf geriliyi və boy zəif artımına səbəb olan bir problem olduğuna görə mütləq tiroid problemi araşdırılıb, varsa aradan qaldırılmalıdır və həmçinin boy artmada çox faydalı olan mikroelementlərdən biri də sinkdir ki, sink əksikliyi də uşaqda böyümə və inkişaf geriliyinə səbəb ola bilər. Evladınızın boyu geri qaldığını düşünürsünüzsə, arginin adlı amin turşu əksikliyi və amin turşu takviyesi uşağın boy artımına dəstək olacaqdır. Ən önəmli isə D vitamini azlığı mütləq nəzarətdə saxlanmalı, kalsium əksikliyi mütləq nəzarətdə saxlanmalı. Varsa bu problemlər aradan qalxmalıdır ki, evladınızın boyu yaxşı artsın.